İkinci Dünya Müharibəsi veteranlarına bir dəfəlik maddi yardım veriləcək. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən 1941-1945-ci illərdə İkinci Dünya Müharibəsində iştirak etmiş şəxslərə 2750 manat məbləğində, İkinci Dünya Müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya Müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya Müharibəsi dövründə Leningrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leningrad şəhərinin mühasirəsi iştirakçılarına 1500 manat məbləğində bir dəfəlik maddi yardım veriləcək. Bunun üçün 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılacaq. Bununla bağlı Nazirlər Kabinetinə Maliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinə müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, son statistik məlumatlara əsasən İkinci Dünya Müharibəsi veteranlarından 15 nəfər sağdır.